Sizə uzun çəkən allergik öskürəklər barədə məlumat vermək istəyirəm. Ən çox qış aylarında, xəstəlikdən sonra, viral və ya bakterial infeksiyalardan sonra bizi narahat edən uzun çəkən öskürəklər olur ki, bunlar həftələrlə çəkir və xəstələri ciddi şəkildə narahat edir. Bu öskürəklər həm allergik bronxit kimi və ya asmatik bronxit kimi dəyərləndirilir. Allergik öskürəklər hər zaman allergik asma demək deyildir. Çünki bəzi qidalardan, bəzi viral və ya bakterial infeksiyalardan sonra boğazda histamin yığılır və qıcıqlanmalar yaradır. Bunu düzgün müalicə və düzgün tədbirlərlə aradan qaldıra bilirik. Ona görə xəstələrin qısa bir müddətdə panikaya düşməsinə gərək yoxdur. İlk öncə öskürəyin yaranma səbəbini ortaya çıxartmaq lazımdır. Bunun üçün bizim geniş bir diaqnostik metodlarımız var. Həm pirik testlər, həm qandan testlər, həm də bəzi tədbirlər diaqnostikada mühüm rol oynayır. Düzgün diaqnoz qoyulduqdan sonra düzgün müalicə metodu ilə və düzgün yanaşma ilə allergik öskürəkləri aradan qaldırmaq olur. İnsanlar arasında belə bir panika var ki, allergiya müalicə olunmur, eləcə allergik rinit, allergik öskürəklər müalicə olunmur. Təbii ki, bu yanlış bir fikirdir. Son metodlarla biz rahatlıqla müalicəmizi edə bilirik. Sonda allergik öskürəklərdən əziyyət çəkən insanlara tövsiyəm olardı ki, boğazı qıcıqlandıran qidalardan uzaq dursunlar. Bu bizim müalicəmizlə yanaşı çox mühüm rol oynayır. Boğazı aşlayan qidalar var ki, tutmalar, turşular, çiğ halda soğan, sarımsaqdır, aşırı şirin qidalardır, çərəzlərdir, sitrus bitkiləridir. Bunlar boğazı qıcıqlandıraraq öskürəklərin artmasına gətirib çıxardır. Ən azından həkimə müraciət edənə qədər bu tədbirləri görmələrini tövsiyə edərdim.